Uşaqlar, xoş gördük. Təbrik eləmək istəyirəm ki, axır ki pivə sezonu başladı. Vurun ey. Hayır. Çok künefe değil, künefe. Bak o. Biz döyərik də hamını da, düzdür? 100% var. Dil də sən xoşlayır, brat. Tanıyır da. Bakıda qardaş, bu heç yanında yoxdur. Hardadır, piv barda. Nə ürəyim, ana ürəyi də. Qardaş, normal idəyim var içmək üçün. Uşaqlar mən qırıblar. Bilmirəm onu necə əvəzləyim. Alkollu. Əlbəttə. Çoxdan içsən qardaş. Çox zad olur. Elə şükür. Mən gəlib işləyə bilərəm. Zontik verəcəksən qardaş. Yox. O çoxdan temasda görə eləmirəm. Sezon olub ya. Aydın deyirəm abi, hava da zordur. Bir dənə günəş də çıxıb. Əsl belə piva sezonun başlanğıcıdır. Nə deyirsən? Gedə biləm. Piveli. Hə. Hara? Yukarı. Hoppa. Tanıyırsan bu yeri? Super. Getdi, yox. Bunun adı nədir? Barkat deyil. Bu nə var? Bu nə içirsən? Bu nə rəngdədir? Bu tenisçilərin istəyir. Bitirmisən sən hocam? Piven sezonu. Seriozna şeylərdən. Gedək pive içək. Gedək, gəl. Maraqlı idi tenis. Mən qırmağa dəyərdi. Salam. Necə? Sonra Hansı kommentdə oturursan? Hə, ki, yuxarıda çağırırsan, afsan deyirsən. Biz affa da yedik. Afma da Uşaqlar, xoş gördük. Təbrik eləmək istəyirəm ki, axır ki pivə sezonu başladı. Vurun ey. Pivə sezonu gəlir, hamımız bilirik ki, bizdə yoldaşlar hamı xoşlayır çöllərdə otursun və yaxud da fərq eləmir publarda və standart adət elədiyimiz bir zakuskalar var. Heç birini bu stolu bugün siz görməyəcəksiniz. Aydın məsələn bunlar var menyuda. Amma biz fərqli bir şeylərdən başlamaq istədik. Yəni məsələn bu nədir? Lətif. Duzlu xiyardır, qızarılıb belə bu xalda və yanında tartar sousa oxşar sousdur. Maraqlı şərbətli yoxlayarıq. Və real olaraq zakuska verir. Dostlar, burada zakuskalar belə sürətlə gəlir. Yəni biz bayaq bu friturda bişmiş xiyardan, turşu xiyardan danışırdıq. Risk 2 dənə də zakuska gəldi. 1 2. Yəni hərəsi haqqında bir söz deyim sizə. Deməli bu bildiyimiz yəni marketdə satılan o krab şeyləri var, çubuqlarıdır. Onlardır friturun içində öz sosu ilə. Bu bizdə jalapeno idi, düzdür? Acı istiyor. Acı istiyor. Pendirli. İçi pendirli, bəli. Orada batatdır. Şirin kartof. Bəli, şirin kartof, yəni biraz balqabaqla qarışığı da var. Bu hansı pendiridir? Halloumi pendiri. Halloumi pendiridir. Helen pendiri. Bəli. Və bu beef meatdir də, hə? Hə, beef meat. Hələ ki heç birini problem etmiş o xiyardan başqa. Xiyar super idi. İndi darışı baxırıq. Bundan yoxdur. Pendire var. Bu pramo künefe değil, künefe. Bak o. Marmalat. Bu marmalada oxşayır. Mən bunu apardım. Deməli can. Hələ çox çəkişlərə getmişik. Amma məzələrin həm aperitif gəlməyi, həm də ki müxtəlif çeşiddə gəlməyi, yəni uje bu səviyyəni göstərir. Yəni amma ondan da ağır. Acıdır. Hələ ki acılığı gəlib çıxmayıb. Yox. Yox, acı deyil. Gəl o ki, belə ona dadına.
Sos. Mikrofon yemiştim. Çok soçlu. Tatlıdır ama yok, acılı değil. Mənim acı. Ben acılı hoşlayanam. Biraz da acılı olsaydı əl olar. Nə ürəyim onu ürəyir. Çok. 100% bizi izləyənlərdən bir neçə nəfər çoxdandır belə yeni bir zakuskalar axtarışındaydı. Əgər baxırsınızsa, məncə əsilsizlikdir bu yer. Çünki burada zakuskalar barəsində biz okey bunu göstəririk, dadırıq. Amma özünüz bura gəlsəz, özünüz bunu dadsaz, yəni özünüz bir qərar verə bilərsiniz də. Necədir bunlar? Bizə görə çox gözəldir. Çox əsas odur ki, ekskluziv şeylər var da, maraqlı şeylər var da. Bezmiş idi adi şeylər. Standart deyil də, yəni bayramdır, özünüzə qulluq eləmək. Təxənə, nə bilim. Düşbərək. Yerə gəlmişkən bir dənə sualım var. Sizə uşaqlar. Ən sizin o hər birinizə bir sual verirəm. Ən belə sevimli zakuskanız nədir? Aydın bəy, səndən başlayaq. Ben deyə bilmərəm ki, hansısa bir sevdiyim zakuska var. Çünki pivəni də baxır haçan içirsən. Göbərək, qızardılmış göbərək. Öləm o. Nömrə 1 orada. Mənim üçün super. İlkin desin. Dədə baba standart noxud. Noxud. Mən də bunun içinə bir də 50 atırsan gedir. Hala kişi, mən Zakuska içkidən deməli, da. zakuska mən yeməkdən danışdım. Mən üçün zakuskadan söhbət getmir. Skoy içmək. Bir zakuska. Mənə görə də bez zakuska yaxşıdır, amma ekskluziv bir dənə də zakuska sizə tövsiyə edeyim. Deməli, yumuşaq ət bastırması, yanında da xiyar, sadə sveji xiyar, limon suyu ilə zor gelir. Məsləhət. Pivə. Yes. Bəs sizin üçün yazın. Pivəmə də sizi. Sağ olun. Yaxşı. Hələ ki bu stolda nömrə 1 zakuska mənim üçün bu turşu xiyar frisürdə. Bir də krab çubuqları yaxşı idi. Bu chips biraz çox biraz quru fasondur. Batat pis deyil. Amma mən Alek öz təklifimi deyərdim ki, məsələn batatı sviçilinə vermişlər. O duzlu xiyarın yanındakı tartar sosu vardı. Onunla probe eləsəm hamısı görürsün ağız. Ha bu yaxşıdır orada. Bu batatın yanında o tartar sosu elə həqiqətən də. Təklif yoxsa irad. Bir səviyyədə irad et. Fərq yoxdur. İrad idi ki, Bəli. Bəli. Sviçil çox şirindir. Hə. Yaraşmır. ki, Tartar. Bəli. Bəli. Çünki tartar daha biz sıracı götürüb başladıq batırmağa. Amma bir balaca jenski zakuskadır. Ne seryoz demək istəyirsən? Hem de jenski deyək də. Oyda, bu maraqlıdır ya. Badımcan çipsi. Badımcan heç hiss olunmur. Badımcanın hər bir şey elədilər də bizim mətbəxdə. Allah'ın da olsun. Sadəcə o əlavələr var. İlkin, sən bizdən daha yaxşı bilərsən. Gör bunun üstünə nələr vurulub. Kajun əlbəttə, kajun. Kajun. Okey. Bu sweet chili. Demək olar ki, hər bir zakuska ilə gəlir. Məncə o düz deyil. Sweet chili yəni müəyyən bir zakuskaların Amma ona biraz sousudur. amma buna yaraşır. Bu daha yaxşı gələrdi məncə bura. Tatlı sousdur, standart. No vkus. Hiss olunur ki, burada yağ vaxtında dəyişilir və çox keyfiyyətli. Yəni o arada bir görürsüz zakuska yanında Yanma yoxdur. belə yəni yanma dadı hiss olunur. Heç qətiyyən yoxdur. Çox belə həm keyfiyyətli yağdır, həm ki vaxtında dəyişirlər. Sonra ikinci suala verəcəm. Bu servelat kalbasasıdır. Onu burada quruduq əməli öyle. Chips edik. O M&M'dir o. Balzuşdur. Kraxmal da vurulur. Rəngi də görürsüz, biraz ağdı. Kraxmal da vurulub, amma Əsl chips. yaşa. Çox da. Buna bax. Bax, bəyəndim. Hoppa, getdi. Yoxdur. Bəyəndim, bunu bəyəndim. Çox səviyyəli. Sus kimi bu. Hə, Səviyyə. ilkin demişkən like koydum. Sousu da yerinə düşdü. Düz Hə, sous. super. Geri gəlmişkən uşaqlar, çoxumuz xaricdə olub da. Azərbaycanda pivə mədəniyyətinin və dünyada, deyə Avropada pivə mədəniyyətinin fərqləri nədədir, əsas fərqləri? Birinci variantı hamı bilir. Zakuska. Zakuska. Zakuska ən böyük fərq. Biz döyərik də hamını da, düzdür? Sırf var. Şotlandlar, ingilislər. Onlarda ümumiyyətcə zakuska mədəniyyəti yoxdur. Ancaq pivə içirlər dayanmadan. Bir də onlar da neyirlər? Bir dənə yerdə içirlər, sonra çıxırlar gedirlər, o yerdə içirlər. Ancaq gəzmək olsun, ayaqüstə pivə içmək olsun. Amma bizimki bir sənədir. Otur,
babat dadlı yeməklər Dakansa. və bizim xalqımızın, bizim millətimizin kreativliyi o qədərdir ki, biz dayanmadan ildən ilə yeni zakuskalar kəşf edirik və zakuska stolumuz inkişaf edir. Bəli. Amerikada maksimum yer fıstığı özdə belə bağlı, yəni təmizlənməmiş. Amma onlar yəni burger filan, yəni onlar da maksimum odur. Fast food. Hə. Almaniyada məsəl üçün sosiskalardır, Avropada, başqa yerlərdə, Çexiyada rulkadır. Amma Almaniyada paba gəlirsən, onlarda məsəl üçün 3-4 növ pivə olur 3%. Nə qədərsə olur 5%, nə qədərsə 7%, nə qədərsə 12%. Bizdə amma hamısı 5%-dir. Sadəcə filtr var, non-filtr var. Fərqli brendlərdə, amma hamısının qradusu demək olar ki 4.8-5.2 arasıdır. Mədəniyyət deyəndə həqiqətən mədə və mədəniyyət. Yəni bizim milli mətbəximiz birbaşa mədəniyyət üzrə qurulur. Yəni ki digər ölkələr kimi. Və nədir? Davam edə. Yəni adi məsələn Almanları götürgünə ya Çexləri götürgünə hansı ki pivən çox inkişaf ediblər də, yəni dünyada tanınırlar. Oğraş sən buransan, konkret buransan. Sən Alman fiziğinə vurursan. Bax boynu vurursan. Amma həqiqətən bizim qədər, bizim bu restoranda və milli mətbəximizdə olan yeməklər çeşidləri heç bir dünyada yoxdur həqiqətən də. Bakıda qardaş, bu heç yanda yoxdur. Varsa dinəm ki var. Yox. Nömrə 1. Qeyri-adi nəsə. Gəlir bax kasadilyasda ət asartıdır, hamısını özümüz edirik. Teriyaki krevetkadır, brusket asartıdır. Bu hələ məzələr. Bu razminkadır, keçirik yeməyə. Əsas yeməklərdən Əsas yeməyə. Yeməyə keçirik. Hardadır? Piv barda. Biz tədricən zakuskalardan keçirik. Əsas yeməklərdən öncə bir aperitiv yeməklər var, zakuska kimi deyil, amma fast food deyək bunlara. Bu brusketalardır. Burada bu deyəsən dilli ət asatıdır və mənim xoşuma gələn əsas məncə belə deyim aperitiv bu paştetdir. Yaxşı bir şey oxşayır. Quesadilla var, İspanların qutabı o tərəfdədir. Bir də bu nədir? Krevetka. Special deyil. İspan mətbəxinə bir oxşarlığı var. Krevetka təndirdə. Bəli. Krevetkaya baxacam dadına. Asmır. Dadlıdır, svejidir, avokado da yaxşıdır. Yəni dəyib, krevetka da yumşaqdır. Mən bura qatardım şəxsən jalapeno çünki acılıq xoşlayıram. Amma Sos. ya da sos belə acı spicy nəsə belə maraqlı bir şey. Çünki biraz duzu da azdır elə bir ki. Amma svejidir, çox gözəldir. Bağlı özəl. Qəşəng söhbətim. Bu nəyə malıdır Vahid? Litirdir, 0.7-dir, bilmək olmur. Rastlıq marağının. Hə? Gedər, Götür. Amma ayın bunu da uşaqlar da baxın bunu. Ola bu pterodaktil değil mi? Triceratops. Velociraptor. Rex. Bu gəlməmişdən qabaq dedim ki, ən çox xoşuma gələn mən belə fikirləşirəm ki, bu olacaq və belə də oldu. Bir dənə bax gör maşın aparmayıblar, uzaq görən səndən. Maşınsızam bugün. Aparıblar, bunu aparıblar. Göstərdiyin kimi artıq pivənin məzəsi deyil. Bəli. Hayır. Aktarım mədən əminəm. Hayır. Çox tatlıdır. Malik, bu nə də? Hələ bir belə. Sən dərman atmısan? Tatlıdır. Çox. Necədir? Ha. Siz hələ yağ elədiniz. Sovetski Soyuz stilində təqdimat olunur. Paştet kimi Ruslardır. Bəli. Fransızlar da var. Lirika deyə. Çörəyin arasına. Brusketalardan çox gözəl təəssürat qaldı. Hərəsi bir ayrı dada malikdir. Son paştetdəki həqiqətində Paştet super. Fantastik. Burada kesaci də var.
Bu Meksikandan cavab qalır, değil mi? Ha? Jalapeno. Обязательно. Arxamın bir bulubu. Bu gün Meksika mətbəxidir. Acılığı da kim xoşlayırsa bu jalapeno atır. Bir dənə yerə getmişəm bu yaxınlarda. Quesadilla eləyiblər. Lavaşla. Amma burada böyle düzgün tortilla ilə ama. Mütləq tortilla olmalıdır. Vacib məqamdır. Olmalıdır. Yəni lavaş Hazır çünki biraz şirin, budur. şirinlik atır. Evet, tamam. Ben götürürüm. Düzdən də götürür, düzdən. Aydın, Deməli- məncə bunu sən yemirsən hardasa. Harda? Dejavu dadı. Fikrə Fikrə getdinsə. Dejavu salatı. Dadına baxaq. Çox möhtəşəm görsənir. Bankan gətir, işə də götür. Sən alma da var içində. Alma? Vallahi. Var, bankan gətir. Bəli, dostluğu almasına görə can ətidir yəqin ki. Tamam. 100% çünki çox dadlı, çox yumuşaq. Can deyir. Can deyir. Mix kahılı, iceberg'li. Iceberg Sonra bir yer. olsa da var. Bura rukkuladı qatılsaydı çox dadlı olardı. Biraz azlıq verin ama zannım ki bu alma ilə, bu balans köklə, çox maraqlı. Çox olacaq. maraqlıdır, çox dadlıdır. Əsas da odur ki, dressingdir, limon dressingdir, çox dadlıdır. Ama əslində bu, belə deməyək ki, o jenski də salatdır, bir qızlar çox xoşlayır bu salatı, belə yüngül, kalorisi az olan salatdır, amma çox dadlıdır. Yüngül salatdır. Yüngüldür amma kifayət qədər əti də var. Yəni proteini kifayət qədər var. Və idmançı kimi bilirsən onların. Lütfən. Ətin üstünə də mənim soya sayağı sos vurdular. Doğru. Yağdan. Qəşəngdir. Rejissorun köməkçisi də burada öz işini yaxşı görür. Heç nə demir, danışmır. Mən isə ət olan Mən yeməkləri ana istəyirəm ki, yemək. Vahid, sən bu yemək barəsində danışasan. Deməli qaymaqlı nə? Dil. Baldır. Mən dil sevmirəm. Sən dilli oğlansan, ona görə davay danış. Mən dil sevmirəm, həqiqətən sevmirəm. Yəni biraz yemək istəməzdim dil. O qədər. Dil də sən xoşlayır, brat. Tanıyır da. So? İşte davay bir dənə. Tərəqal və bura. Dostlar, çox mantıqlı. Bu mal dilidir, uzun dilidir, gözəl çatdı insanlara baxın. Həvəskar olmasan da yox deyir. İcazə vermə, props. Uzun dil deyirsən? Çox bərkdir o. Sos olmaq istəyirəm. Dili biraz çeynəmək lazımdır. Biraz yox kifayət. Sosun pendiri Sos amma pendirli qəşəng. ayrılmayıb, didilməyib, qalıb qəşəng. Yəni çürüməyib, belə deyək. Ha, sağ ol. Mən də Mənim çox xoşum gəldi. Xoş gəldi. Ona görə də gəlin bıraq. Bütün bizim izləyəcəm. Dil sevər izləyicilərimiz. bəli, sağ olun. Sağ olun. Köfdür, yaşıl soğandır. Yaxşı, verir o şey, acılıq. Mahvedir. Mahveli. Onu ver. Beef oyster. Oyster da bildiyimiz kimi ustriksə, Qəşəngdir. Maraqlıdır. Özüm slivoçlu yağdan kərəyağı istifadə olunur. ustriksə üstünə yolladı bizim dildə. İstiridye. Midye var, bu da var. İstiridye. Gedə rus sektorda. İstiridye. Familiya qədər qreçka. İstiridye. Olan soğanı bir də kökü öldürməyiblər. Yəni Fry, stir fry ediblər. Ət 100% yəni can ətidir. Çox tender, yəni belə yumuşaq, dadlıdır və sousu əladır. Acılıdır. Mən biraz acı edərdim. Oysterdan heç nə qalmadı. Amma sizə deyim ki, oyster yaxşıdır, qəşəngdir, o heç. Çox əladır. Acıdır. Biraz Aziya mətbəxinə biraz məncə Bəli. Çünki Çünki içindəkilərini sos öldürməyiblər. ümumiyyətlə belə o stildədir, o stildə bişir. Bizim və yəni Azərbaycan və Aziya sayağı mix. Bəli. Qəşəngdir. Amma mən elə fikirləşirəm ki, bundan daha da potensiallı bir yemək var indi stolda bu dəqiqə. Pendirli can əti. Bu pendirli can əti yoxlayaq.
qırmızı Lobiya. lobiya da var burada, bəli. Görürsüz, pendiri boldur. Üstdən də vurulub. Yoxlayaq, baxaq görək. Necə bir şeydir. No, çox bitirmə, ağır yeməkdir. Buna məsələn, biraz 3-4 nəfər bir komanda ilə olanda rəsm biraz dadına baxması yeməkdir. Bugün növbəti ilə yeməyi sifariş edəndə çox ağır gəlir. Çünki həm can əti, pendir, öz kələ yağını hazırlıq və lobiya bu özü artıq proteinlidir. Dadlıdır, sözü yoxdur, amma marmaritanı gözləyir, növbəti olaraq. Can əti hər ikisində, həm oysterdə, həm də ki pendirildə düzgün hazırlanıb və yumşaq idi. Sadəcə oyster ədviyyatına görə və sousuna görə bizə daha çox xoşumuza gəldi. Amma o birisi də can əti ideal idi. Sadəcə biraz ağır idi, biz çox yemişdik. Dana biləti pomidorda. Düz dedim. Potensialdir marmalito, hə? Və bunun yanında da bizə O heç indi yeri gəlmiş indi buna keçərik. O bunun yanında. Bir dənə də bu var. Bu nədir? Bu qızıl balıqdır. salmon, Qaymaqlı qızıl balı bəli, pomidorla. bəli. Məncə aydın. Bir dənə bunları bir dənə aşırdaq, sonra keçək. aydın bir. O düzdür. Həm şey içməklərdə. Həm şey içmələrdə. Məncə də. İlkin sağ ol. Zavaz. Sitrus nasoykasından içdik. Buranın barmenindən soruşduq ki, hansı belə normal belə qeyri-adi sən özün hansını edirsən, bu deyir ki, sitrusu mən özüm edirəm. Yəni burada həm portağal var, həm mandarin Greypfrut var, greypfrut ananas var. var. Sitrusun qarışığıdır, kifayət qədər normaldır. Nə çox belə nahadu başa vurur, nə də çox yüngüldür. 8-10% spirti var tərkibində. Normaldır. Sitrus uşaqları yığışıb bir dənə ortaya nəsə ərizə gətiriblər. Dəyər. Əl çalımda onu olur, rəqib gəlsə. Həqiqətən də Marmaratito. belə marmaritodur. Bizim milli mətbəxdən yoxdur, qardaş. Dana belə elə pişiriblər ki, amma bax, adımın ağzında əriyir. Kələ yağında, kəkliosunda və bol pomidor sousunda. Uşaqlar, duş eləyim. Həqiqətən də marmaritodur. Marmalişvili. Möhtəşəm. Wow. Oh my. Biraz ətdimə. Biz də tək deyilik də. Dadlıdır. Əladır. Burada verilən hər bir yeməyin içindəki olan ətə söz yoxdur. Ən Bastırma püf edir. nöqtəsi bunun pendirinin ayrılmamasıdır, yəni çürüməməsidir. Əsas o qaymağın. Mən 100% bilirəm ki, qızıl balığın qaymaqla qovuşması artıq kino. Bu uca plus. Nadir demişkə, yenə ya hə o mən yad edirəm. Qastro orqazmı istəmək olur. Dadlıdır. Sən eləyəndə elə Salfetka verin. O deyil, qabutu bu. Bu nədir abi? Salfetka. Odur. Bir dənə ımı elə də. Hoppa, sразу. Kobe Bryant. Göydə titrəyir balıq. Kim ki sənə salfetka gətirir, ona aidsə. Sorry. Kim ki sənə salfetka gətirir, ona aidsə. Maşallah, siz elə. Ay belə. Ay, nə təriz, necə? O salfetka məsələ deyirəm mən. Gəldi çatdıq bugünkü məclisin sonuna. Mən ad günüm. Ad günün? Nə vaxtı? Qeyd elədim. Qeyd elədik. 15 maydır. Yox, Nə var? apreldə. Neçəsi? Axırları, dibi. Neçəsi? Ha, dirənmə də. Dirənmə də konser. Ha, bu gün. Basıb bağlayır. Video martda çıxacaq. Yəni də Pivbar ikimizə köməkli göstərir. Pivbar əgər haqqında eşitməmişsə, sizə deyim nə orada yerləşir. Yerləşir Gənclik metrosunun yaxınlığında. İnqilab Gənclikdən gələn yol Atatürk prospekti, yəni düz onların demək olar ki, bitişən yerdə. Rahat tapılan yerdir. Parkinqi də yaxşıdır, yəni yolun qırağında saxlaya bilərsiniz. Biz gələndə məsələn saxladıq, basa-bas deyildi. Ekskluziv yemələr, zakuskalar xoşlayırsınızsa, Standartdan bezmiş. gəlin. Heç olmasa bunu bir dəfə yoxlayın, məncə xoşunuza gələr. Ekskluzivdir, qeyri-adidir, eyni zamanda da keyfiyyətlidir, düzgün hazırlanıb hamısı. Yəni mən şəxsən bura bir də gələcəm. Sağ olun. Sağ olun, sağ olun.
Hesab barəsində bir söz demək istəyirəm. İndi bizə hesab gəlib. Biz uşaqlarla öz aramızda bir söhbət elədik ki, nə fikirləşirsiniz, hesab nə qədər olacaq? Demək olar hamı dedi, mən 700, 600, 800, 950 deyib. Yəni ən aşağı məbləğ 600 idi. Sizə deyim ki, çox aşağı gəlib. Demək ki, onun yarısı qədər gəlib hesab. Yəni gözlənilməz oldu yaxşı tərəfdən. Çünki bu qədər yemək, bu qədər zakuska, bu qədər içki, yəni belə səviyyəli yerdə. Yəni bu yer doğrudan deyirəm sizə, siz görmüsünüz çox ki, onun anturajı, onun atmosferi, onun ümumiyyətlə ümumi abu-havası necədir? Bu qəşəng bir pubdur. Belə də belə necə deyim, səviyyəli pubdur, səviyyəli məkandır. Siz bura gələndə özünüz bu fərqi görəcəksiniz. Ona görə bu pub üçün, bu məkan üçün bu belə qiymətə çox gözəldir. Və hər bir yemək bura gələndə siz görmüsünüz ki, burada müəyyən bir məbləğlər çıxırdı. Onu da bir-birinin üstünə vursanız görəcəksiniz hesab nə qədər oldu. Mən razıyam sözünüzü bugünkü qiymətlə. Uyğundur. Hətta deyərdim ki, hardasa gözləndiyimizdən aşağıdır. Qiymət. Bəli, qiymət 100%. Çünki pivə dadlı idi, qəlyan altılar dadlı idi, əsas yemək, ana yemək çox dadlı idi. Super, çox dadlı. Sağ olun, gəlməyə dəyər. Həmişə Yeyib içməklərlə.